Herkese Allah'ın salamı olsun. Bu günlərə bax düz binaların yanında həyət evimiz 40.000 manata. 3 otaqdan söhbət gedir. Həyətdə gembol bir həyəti var, amma bir dənə maşın daxil olmur. Evimiz tam təmir olunub, 70% iş görülüb, tam təhvil veriləcək. Təmir veriləcək inşallah. Və Allah evi olmayanlara Allah ev qismət eləsin. Evimizə buyuraq baxaq. Sabunçuda, Koroğlu istiqaməti gedən yolda hazır ki bu binalar var ha. Bu binaların arxasında yerləşir evimiz və yenə də Sabunçu xəstəxananın hər bir yerə yaxın bir məsafədir. Allah evi olmayana Allah ev qismətsin. Allaha əmanət olun. Bəli, bax həmən bu evimiz 3 otaq və həyəti də ki var. Həyat da ki, belə deyim də sizə, yəni maşın girəndir, amma oturma, durma, paltar asmağa tam rahatlıqlı bir həyəti var. İnşallah ki, yenə dediyim kimi, Allah evi olmayanlar, Allah evi qismət etsin. Buyuraq bir də evimizə baxaq. Evimiz qoşa daşdandır, bunu da başdan deyim biləsiniz. Bax, qoşa daşdandır evimiz. Bir dənə belə otağımız var. Bu da bir otağımızdır hal-hazırda. Evimizdə hazırda işlər gedir. Bizim mətbəximiz də hazırda yerləşir. Yenə dediyim kimi, bax bura hal-hazırda təmir gedir işləri. Bax bura metlaq olacaq və evimizin bütün yekunlaşma işini tam təhvil veriləcək. Evimiz tam təhvil. Uşağımız da bura hazırda söküləcək, onu sizə deyim. Bura söküləcək hazırda. Həyətimiz də var, belə bir həyətdir. Bu həyət də yəni hazırda bu evə məxsusdur. Deməli, bax bura bir dənə yeri var burada. Bu söküləcək, tam evə yol açılacaq, tam evə. Yəni orada məhəllələri də göstərdim sizə. O məhəllə də aiddir bu evə, bu məhəllə də aiddir bu evə. Yəni bu torpaq sahəsi də bu evə aiddir. Buradan bir dənə yol açılacaq, birbaşa evə. 3 otaqdır və 40.000 ilkin ödənişləndir. Hal-hazırda 55.000 manata. Real alan olsa, nağd alan olsa qiymətdə endirim var. Sabunçuda yerləşir, düz xəstəxananın böyründə yerləşir evimiz. Buyurub zəng edə bilərsiniz. Yenə dediyim kimi, Allah evi olmayanlara Allah ev qismətidir. Sənət bələdiyyə kommunalları hamısı mövcud. Ev tam təmir olunub veriləcək sizə. Sağ olun, var olun. Allaha əmanət olun.